Ailənin böyüyü Rasim boyca hündür olsa da çəlimsizin biri idi. Hətta kiçik bacı qardaşları ondan böyük görünürdülər. Amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi var idi ki, 5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də valideynləri qərara gəlirlər ki, Rasimi 6 yaşından məktəbə göndərsinlər. O vaxt qanunla hamı 7 yaşda getməli idi məktəbə. Onu götürmək istəmədilər. Atasının partiya fəalı olması bu yerdə işə yarayır. Mənim üçün 1-ci sinif çox maraqsız keçdi. Onlar hərfləri, rəqəmləri öyrənirdilər hələ. Mən bunları çoxdan bilirdim. Üzündən sərbəst oxuyurdum. Həmin il, yəni 1954-cü ildə məktəbə gedənlər üçün təhsil ili 11 il oldu. Dərs kimi adam 1 il irəli düşmək istədi, amma elə həmyaşıdları ilə eyni ildə qurtardı məktəbi. Çünki növbəti il məktəbə gedənlər yenidən 10 illik təhsillə bitirdilər orta məktəbi. Məktəb illərində ədəbiyyat müəlliməsi Nabat müəllimənin sayəsində ədəbiyyatı, sənəti sevdi Rasim. Nədənsə mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü. Aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio tamaşaları olurdu. Onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi. Bir də Raj Kapurun o vaxt bütün Sovetlərə yayılan filmləri Rasimdə bu sənətə maraq oyatmışdı. Bütün günü dostları üçün Raj Kapurun rollarını oynayırdı. Bir gün xəbər yayıldı ki, Ağsuda uzaq sahillərdə filmi çəkilir. 10 yaşım var idi. Ağsu aşırımında filmin müəyyən kadrları çəkiləndə mən də tamaşa edirdim. Nodar Şaşıqoğlunu çox sevirdim. Ürəyim atlanırdı ki, görəsən mən də belə aktyor ola bilərəmmi? Taleyin işinə bax ki, Kino İttifaqın katibi kimi onu öz kabinetimdə qəbul etdim. Oturub söhbətləşdik. Artıq orta məktəbin son siniflərində Rasim sənətini seçmişdi. Dostu Səməndər Rzayev institutdan kəsilmiş, qayıdıb məktəbdə dram dərnəyi yaratmışdı. Bu Rasimin arzusunu reallaşdırmağa biraz da təkan oldu. Növbəti il ikisi də teatr institutunun aktyorluq fakültəsinə qəbul oldular. Nabat müəllimə də onun bu seçimindən və uğurundan çox məmnun qaldı. Ailə də bu addıma zidd getmədi. Ümumiyyətlə, rayon partiya komitəsində məsul vəzifədə çalışan atanın oğlu çətinlik görməmişdi. Atdığı addımlar da həmişə uğurla nəticələnmişdi. Gəncin gözü ayağının altını görmürdü. Elə bilirdi ki, elə həyat belədir. Hər şey asanlıqla başa gəlir. İstədiyin hər şeyi edə bilərsən. 3-cü kursda oxuyurdu. Möhkəm soyuqlamışdı. Qış sessiyası öncəsi rayona gedir ki, anası onu sağaltsın. Neçə aydır rayona getməmişdi. Anasının nəvazişli əlləri ona dəyən kimi sağalacağına əmin idi. Amma soyuqlama keçmək bilmədi. Rayonda bir dostu ilə Ağsu xəstəxanasına yollandılar. Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz gəlmir, dalaşmalı olurlar. Rasim də təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Bu dava isə həmin dövrdə xırda xuliqanlığa az qala terrorizm qədər cəza kəsildiyi dövrə təsadüf edir. Sovet millisi xuliqanlığa görə Rasimi həbs edir. 100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə bütün bir həyat dərsi oldu. Çox burnu yuxarı idim. Həyat mənim üçün elə əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində həyat nədir? Rasimi həbsxanadan çıxarmaq elə də asan başa gəlmir. Atası vəzifədə olsa da xış kötüyə ilişmişdi. Dostu ilə birləşib döydükləri gənc o vaxtki baş prokuror Qambay Məmmədovun qohumuymuş. 100 günlük həbsxana həyatından sonra Rasimə məhkəmənin qərarı ilə 1 il şərti iş verilir. Bu vaxt ərzində onun kurs yoldaşları artıq semestr imtahanlarını vermişdilər. Tələbə yoldaşları yığışıb teatr institutunun rektoru Rahib Hüseynovun yanına xahişə getdilər. O vaxt 5-6 uşaq götürürdülər kursa və onları yaxşı yetişdirirdilər. İndiki kimi konveyer üsulu ilə aktyor buraxmırdılar. Rahib müəllim kurs işlərimi görüb bəyənmişdi. Dedi, səni ona görə kursa bərpa eləyirəm ki, yaxşı bir aktyoru gələcək mədəniyyətimizdən qopartmayım.
Amma bir də elə hərəkətin olsa, heç nəyi nəzərə almayacağam. Rasimi öz kursuna bərpa edirlər. Şərti işin də vaxtı bitir, tələbəlik həyatının da. Rasim institutdan uzaqlaşmır. Elə tədris teatrında işə başlayır. Bundan başqa institutda dərs də deyir. İlk baxışdan həyat öz axarına düşmüşdü. Rasim ailə qurmuşdu. Sevdiyi əmisi qızı ilə evlənmişdi, işləyirdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Atasının əli də üstlərində idi. Bir gün Rasim qayğıkeş atanın ölüm xəbərini aldı. Bu qəfil ölüm onu çox sarsıtdı. Həmin il oğlu Ülvinin dünyaya gəlişi onu qismən bu sarsıntıdan çıxara bildi. Amma həyat rahat değildi daha. Kirayədə yaşamaq, ailənin böyüməsi, məvacibin azlığı. Bir tərəfdən də dəvət aldığı bütün sınaqlar uğursuz nəticələnir, az qala təsdiq olunduğu rola belə sonda başqasını çəkirlər. Bu nə işdir belə? Əgər belə istedadsız idimsə, niyə Müxlis Cənizadə kimi ustad mənim gələcəyimin parlaq olacağını deyirdi? Niyə Rahib Hüseynov məni institutda bərpa etdi? Yox, əgər bacarıramsa, niyə bacarıqsız kimi kənarda qalıram kimi suallar ona rahatlıq vermirdi. Ondan bacarıqda geridə olan uşaqlar çəkilirdilər filmlərə. Teatrların qapısı üzlərinə açılırdı. Amma Rasim üçün bütün qapılar birdən bağlanmışdı elə. 1972-ci ildə sarsıntı, əziyyət o həddə çatır ki, Rasim xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, adını Aysim qoyun. Ölsəm, yalnız R hərfini adın əvvəlinə əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı. Belə xəstələr adətən həyatlarında yaxşılığa doğru əsaslı dönüş olarsa həyata qayıdırlar. Bu o dövr idi ki, İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi axtarırdılar. Bir gün Həsən Seyidbəylinin yanına tədris teatrında gördüyü oğlan düşür və tapşırır ki, ona ssenarini verin, oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. İkinci rejissor bu sözləri Həsən Seyidbəyliyə çatdırır. Rejissor həmin anda Səhiyyə nazirinə zəng vurur. Bu xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana əsəb sanatoriyasına göndərirlər. Orada müalicə ala-ala Rasim Nəsiminin məşqlərinə başlayır. 1973-cü ildə Azərbaycan filmin Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir. Onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayır. Film Rasim üçün uğurlu başlanğıc olur. Filmin ilk nümayişinin səhəri Rasim artıq bütün Sovetlər Birliyində məşhur idi. Rasim Balayev kimi. Filmin rejissoru Həsən Seyidbəyli deyirmiş: "Hamı məni qınadı ki, elə bir obrazı gənc, təcrübəsiz aktyora həvalə etməklə iflas edərsən, riskə getmə." Getdim, amma inandım ki, bu risk deyil. Bu gənc çox istedadlıdır. Mənə onda öz istedad və bacarığına inam yaratmaq qalırdı ki, o nəsimiləşsin. Nabat müəllimənin ona əruzu gözəl öyrətməsi, qiraəti sevməsi də Rasimin köməyinə çatmışdı. Hər məşqdən, çəkilişdən sonra Rasimin özünə inamı daha da artırdı. Bütün vücuduyla Nəsimi ola bilirdi. Buna görə də həmin il Beynəlxalq Kino Festivalının tapıntısı Rasim Balayev oldu. Elə Azərbaycan kinosunun da. Bir dəfə Moskvada kino festivalı vaxtı Rasim Balayev köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb, Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər ondan. Cavab verir ki, hə, mənə yaman oxşuyur. Yaxınlaşıb köşkdən şəkli alır və baxır ki, arxasında Rasim Balayev və onun haqqında məlumat yazılıb. O vaxt aktyor hələ öz məşhurluğunun fərqində belə deyilmiş. Bəlkə heç sonralarda. Ümumittifaq Beynəlxalq Kino Festivallarının iştirakçısı kimi Rasim Balayev az qala dünyanın yarısını gəzdi. Uşaqlıq kumiri Raj Kapurla bir səhnədə mükafat aldı. Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi oldu. Ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə aldı. O vaxt cəmi 25-26 yaşı vardı. 31 yaşında isə Babəki oynadı.
Ardıcıl 70 filmdə samballı rollara çəkildi. Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, Çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda. Onu yalnız müsbət qəhrəman kimi sevmədik, həm də cəmiyyətdəki mənfi tipləri gözlərimiz qarşısında bütün çılpaqlığı ilə canlandırdı. Məsələn, elə həm ticarət, həm ziyarət filmindəki obrazıyla. İnanıram ki, o obraza tamaşaçı Babəki, Nəsimi, Beyrəyi sevdiyi qədər nifrət edirdi. Daha rollarını sadalamayacağam. Kinoşünas deyiləm. Həm də o rolları hamımız görmüşük. Məndən eşitməyiniz yenilik olmayacaq. Rasim Balayev 34 yaşında artıq Azərbaycanın xalq artisti idi. Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovucunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovucunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu onda təbii alınır. Qatır Məmməd filmində Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın. Axı insan yerə yıxılır, çabalayır və canını tapşırır. Rasim özünü çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu necə yaralayacaqsa, çabalamağa taqəti qalmayacaq ağrıdan. Ömür boyu qəhrəmanları oynayıb. Amma bu o demək deyil ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də deyib. Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam. Mən Qazandan dönmərəm, istər məni iki parça et deyən Beyrək, mən sizinləyəm insanlar deyən sərkərdə Babək deyil, Rasim Balayev. Ədalətli olmağa, hamıya kömək etməyə çalışan, yalana, ikiyüzlülüyə, riyakarlığa və lovğalığa nifrət edən bir sənətkardır sadəcə. Dostlarının əhatəsində səsdən səslə oxumağı var. Xüsusən onun ifasında arxadan zərbə filmində zümzümə etdiyi mahnı çox gözəl alınır. Oğlunun toyunda isə məxsusi onun üçün yazılıb bəstələnmiş mahnı ifa edib. Gözəl qəzəl deməyini Alim Qasımovla duetini bir neçə dəfə görmüşük. Kiminsə siyasi oyununda piyada olacaq qədər sadəlöv deyil, amma sadə adamdır. Xanımı Sevil deyir ki, Rasimdə məni hər şeydən çox ağır təbiəti, mərdliyi və yaratdığı fövqəladə rollar heyran edir. Çəkildiyi Sübhün Səfiri filminin çəkilişlərində bir daha əmin oldum ki, Rasim Balayev çox peşəkar kino aktyordur. Elə bir aktyor ki, hələ 100 il bundan sonra da kino tariximizdə izi qalacaq. Görkəmli kino aktyorumuz, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat etdi. Məlumata görə Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi. İctimai xadim kimi də tanınan sənətkar 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri idi. 1976-cı ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına, 1986-cı ildə isə Respublikanın dövlət mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə Şöhrət, 2018-ci ildə Şərəf, 2023-cü ildə İstiqlal ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.